Ən dadlı yeməklər, qəlyanaltılar bilirsiniz harda verilir? Resto publarda. Yemək çeşidi həmişə geniş olur və qəlyanaltılar yeməkləri də ləzzətli hazırlayırlar. Səhifəmi çoxdan izləyənlər yəqin ki, bu ad sizə tanış gələcək. Bura Charlie bir restorandır. Hər dəfə deyirəm, yenidən deyəcəm ki, buradakı aşpazın yeməklərinə söz yoxdur. Hazırladığı təmlər biri-birindən fərqli və qeyri-adi ləzzətli olur. Dadından tutmuş təqdimata qədər inanın elə biləcəksiniz ki, lüks restorandasınız. Bir yerdə hər şey bu qədər mi ləzzətli olar? Kababı belə xüsusi hazırlayırlar. Hər dəfə gedəndə mütləq kari sosda olan bu yeməkdən sifariş edirəm. Həmişə krevetkalı edirdim, bu dəfə isə toyuqlu sınadıq. Mükəmməldir. Deyərdim burada ən bəyəndiyim yemək məhz odur. Adi vişnəli pomidor salatının belə görün necə möhtəşəm təqdimatı var. Doğrudan da yeməkləri çox ləzzətlidir. Bura gedən bütün izləyicilərim həmişə müsbət rəylərini yazır. Bir də bura getsəniz mütləq şəkildə bu göstərdiyim Doradodan sifariş edin. Hisə verilmiş balıq normalda sevməsəm də bunun dadına söz yoxdur. Dəhşət dadlıdır belə deyim. Burada bir-birindən gözəl kabinetlərdən savayı olduqca geniş ümumi zalları da var. Ümumi zalda çox böyük monitorda var, hardakı bəylər və yaxud da futbolu sevən xanımlar da futbolu burada izləyə bilərlər. 28-də də filialları var, amma bura Nizami rayonu Elşən Süleymanov küçəsi 47A-da yerləşir.